Bismillah, xatırlatma, ilk öncə özümə, sonra da hidayətə tabi olan hər kəsə. Qonşunun qızı axşam yad bir qara avtomobildən düşdü. Halbuki özü də başı bağlı gəzir. Digər qonşum da yanımdan keçdi, ancaq salamımı almadı. Nə baş verir axı? Niyə insanlar özlərini belə aparırlar? İşin əsli əslində belədir ki, qonşu qızını evə işdən sonra əmisi gətirib. Yanımdan salamımı almayıb keçən qonşum isə sadəcə fikirli olub və salamımı eşitməyib. Görürsünüzmü? Əslində bütün bunlar insanın öz xoş niyyətindən asılıdır. Salihlərdən biri demişdir ki, vallahi əgər saqqalından şərab axan birini görsəydim düşünərdim ki, kimsə onun üstünə şərab dağıdıb. Və yaxud da hündür bir dağın başında mən sizin Rəbbinizəm deyə qışqıran birini görsəydim düşünərdim ki, o Quran ayələrini oxuyur. İbn Qeyyim rəhiməhullah demişdir ki, vallahi insan çoxu vaxtı öz niyyətini anlaya bilmir. Bəs necə olur ki, başqalarının niyyəti haqqında qərar verir? Başqaları haqqında rəy bildirməkdən öncə öz əməllərimizi gözdən keçirək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.